Kişi-qadın münasibətlərindən danışım. Çünki bu münasibətlər barədə çox suallar gəlir mənə. Hər daim suallar verilir ki, qarşımızdakı insanın məni sevdiyini necə bilim, necə hiss edim ki, o məni daha çox sevir. Kişi-qadın münasibətində hər zaman bir şey var ki, kişilər sevdiyi xanımlar üçün hər şey edirlər. Yəni hər şey. Pul xərcləmək olsun, onun üçün hansısa bir jestlər olsun. Əgər bir bəy sizə deyirsə ki, nəyə ehtiyacın var, sənin üçün hər şey eləyim. Məncə bəy bunu soruşmaz. Bəy jest eləməlidir. Və nəyə ehtiyacın var cümləsi. Bəlkə qarşındakı qadın aşırı dərəcədə qürurludur. Sənə heç vaxt da heç nəyini deməyəcək. Çünki bu kimi xarakterdə olan qadınlarımız çoxdur. Yəni bəy özü jest eləməlidir. Bəy xanım o qədər yaxından tanımalıdır ki, onun nəyə ehtiyacı ola biləcəyini düşünsün. Və yaxud da sənə kiçik bir sürprizim var. Bu kimi bir sürprizlər etməlidir. Bəzən xanımlar elə düşünür ki, o məndən soruşur da hər dəqiqə, problem mənim özümdədir. Mən ona heç nə demirəm ki, heç nə bildirmirəm. Bildirsəm mənim üçün hər şey eləyəcək. Təbii ki, yəni inan ki, sən dostuna da problemini bildirsən, o da sənin üçün nəsə eləyəcək. Qohumlarına da problemini bildirsən, hamısını deməsəm də, amma hansısa səni hörmət eləyən falan biri sənə nəsə eləyəcək. Məsələ burada hörmət deyil, jestdir. Bəyin səni nə qədər düşünməyidir. Və yaxud da sənə hansısa bir müəyyən bir ödənişmi deyim, hansısa bir jestmi deyim, bunu edibsə, hansısa bəylər bunun qarşılığını gözləyirsə səndən və yaxud da mən qadından o şeyi görməsəm, özümə qarşı o ilgini görməsəm, əsla ona jest etmərəm deyən bəylər var.